və sizin üçün bura qeyd edirəm. Прямое значение deyirəmsə, həqiqi məna axtarmalısınız. Əgər deyirəmsə, переносное значение axtarmalısınız, məcazi məna. Məsəl üçün, bu son, yəni ki, ayın 15-i olan imtahanda, bu mövzudan imtahanda sual var idi. Və bu mövzudan bizim qarşımıza sual bir neçə formatda çıxa bilər. Bir, söz birləşməsi olaraq. Məsəl üçün, bu il imtahanda söz birləşmələri olaraq hər variantda 3 dənə söz birləşməsi qeyd olunmuşdu və həmin o 3 dənə söz birləşmələrinin hansıları məcazi mənada istifadə olunduğunu yazmışdılar. İkinci olaraq, xanımlar və bəylər, bu bizim qarşımıza çıxa bilər cümlə içərisində. Əgər bizim qarşımıza söz birləşməsi içərisində çıxıbsa, biz həmin o söz birləşmənin həqiqi mənada mı, yoxsa məcazi mənada mı istifadə olunduğuna baxmalıyıq. Məsəl üçün deyirəm, elə bu il imtahanda olan sözlərdən birini qeyd edeyim, məcazi mənada istifadə olunan, daha doğrusu həqiqi və yaxud da məcazi mənada istifadə eləyəcəm ki, fərqini anlayasınız. Məsəl üçün, imtahanda belə bir söz var idi. Тяжелый груз. Nə deməkdir тяжелый груз? Что такое тяжелый груз? Что это значит? Тяжелый груз. Ağır dərd mənasındadır. Ağır yük. Yük. Baxın, груз yük deyə tərcümə olunur. Хорошо. Təkrarlayıram. Ağır yük. Bildiyimiz həqiqi mənadır. Çünki bizim yükümüz ağır ola bilər. Правильно? Amma məsəl üçün deyirəm, əgər mən bu тяжелый sözünü xarakter sözü ilə istifadə etmiş olsam ki, bu da imtahanda düşüb. Тяжелый xarakter. Öncəki imtahanlardan birində bu sözümüz, söz birləşməmiz var idi. Тяжелый xarakter sözü olaraq əgər qeyd etmiş olsaq, bu təbii ki də artıq hansı məna olmuş olacaq? Olacaq məcazi məna. Правильно? Baxın, görürsünüz, eyni sözü biz bu hissədə həqiqi mənada istifadə etmiş olduq. Правильно? Amma burada məcazi mənada istifadə etmiş olduq. Yəni, eyni söz həm elə, həm də belə istifadə oluna bilir. Yəni ki, ilk olaraq həqiqi və məcazi məna bizim qarşımıza elə bu ildə imtahanda olduğu kimi düşdü, söz birləşməsi olaraq. İkinci bir nüans olaraqsa, xanımlar və bəylər, bu bizim qarşımıza çıxa bilər cümlə içərisində. Bu biraz çətin formatıdır. Məsəl üçün, bizə 5 variantda A, B, C, D, Y variantlarında 5 dənə fərqli cümlə verirlər və həmin o fərqli cümlə içərisində deyirlər ki, məsəl üçün, elə cümləni tap ki, hansının ki, içərisində sözlər məcazi mənada istifadə olunur. Və yaxud da deyir ki, укажите предложение, в котором слова употреблены в прямом, в переносном значении. Hansı cümlədə sözlər həqiqi və yaxud da məcazi mənada istifadə olunub. Bu biraz həmin bu sual formatının çətin formasıdır. Amma burada da işin içindən necə çıxa bilərsiniz? Ümumiyyətlə yadda saxlayın. Əgər sizdən həqiqi və yaxud da məcazi məna cümlə içərisində tələb olunursa, siz həqiqi və yaxud da məcazi mənanı axtarmalısınız. Ya sifət üstəgəl isim uzlaşmasında, то есть существительное плюс прилагательное. İkinci olaraq axtarmalısınız onu fiil üstəgəl isim uzlaşmasında. Fiil üstəgəl isim. Məsəl üçün deyirəm, hər hansı bir cümlənin içərisində və yaxud da tutalım ki, cümlə olaraq yazın. Məsəl üçün deyirəm ki, она надела бархатное платье. Belə bir cümlə qeyd ediblər. Və indi sizdən də deməlidir ki, məsəl üçün, bu cümlənin içərisində, tutalım deyirəm ki, məcazi mənada və istifadə olunan bir söz birləşməsi varmı, yoxmu onu soruşur. Gəlin birlikdə baxaq görək. Cümləmizi əgər tərcümə eləsək, o məxmərdən olan paltar geyindi. Правильно? Məxməri don geyindi. Mən indi sizə yuxarıda qeyd eləmişəm axı, həqiqi və yaxud da məcazi mənanı harda axtarırsınız? Sifət və ismin uzlaşmasında. Buyurun sizə sifət, buyurun sizə isim. İndi sizə sual verirəm. Məxməri don həqiqi mənadır yoxsa məcazi mənadır? Təbii ki də həqiqi mənadır. Правильно? Çünki don məxmərdən ola bilər. Ola bilər. Вот это получается какое значение? Прямое значение. Yəni bildiyim həqiqi mənada istifadə olunub. Görürsünüz, isim və sifətin uzlaşmasında onu tapdım. Amma məsəl üçün deyirəm, tutalım belə bir cümləmiz olmuş olsaydı, əgər burada tutalım demiş olsaydı ki, əgər, значит, у певца бархатный голос. Что такое бархатный голос? Как вы его понимаете? Бархатный голос. Ne deməkdir? Səsdə məxməri səs. Bəli, yəni ki, incə səs, yaxşı səsdən söhbət gedir də. Amma mənim səsim məxmərdən olmuş ola bilməz.
Это уже какое значение? Переносное значение. Правильно? Вот переносное значение. Deməli, əgər bizdən həqiqi və yaxud da məcazi mənanı cümlə içərisində axtarmağımızı istəyirsə, ilk olaraq isim və sifətin uzlaşmasında axtara bilərsiniz. İkinci olaraqsa xanımlar və bəylər, siz onu axtara bilərsiniz fe'l və yaxud da ismin içərisində. Məsəl üçün deyirəm, gəlin belə bir fe'l götürək. İti. Tutu qoy iti. Deyirik. İti. Nə deməkdir? Getmək və yaxud da gəlmək deyə tərcümə olunur. Правильно? Getmək və yaxud da gəlmək indi в зависимости от контекста dəyişə bilər. Həmin bu iti fe'lin rus dilində çox-çox fərqli mənalarda istifadəsi var. Gəlin hər iki mənada istifadə edeyim ki, bizə aydın olsun. Məsəl üçün, əgər belə çox primitiv bir cümlə tutalım, yazırsa ki, əgər по дороге идет молодой человек. Правильно? Harada axtarmalıyam mən bunu? Dedim axı fe'l və ismin uzlaşmasında. İdiot человек. Правильно? İdiot человек. İnsan gedə bilər, bəli gedə bilər. Ümumiyyətlə yadda saxlayın. İti var. Bu sözümüz əgər ayaq açıb gəzmək mənasında istifadə olunursa həqiqi mənadır. Digər bütün mənaları demək olar ki, məcazi olaraq hesab olunur. Yaxşı? Məsəl üçün tutalım deyirəm ki, sizə belə bir cümlə istifadə olunmuş olsa ki, мы сидели тихо, так как... Нет, gəlin ilki formada yazım ki, fərqli forma olmuş olmasın. Мы сидим тихо, так как идет экзамен. Tərcüməsi? Biz. Tərcüməliyim müəllimə. Da, davayte. Biz necə ki imtahan gedir, o cür sakit oturmuşuq. Yox, biz sakit oturmuşuq. Yox, gedir. Dakika. Yoxsa siz imtahan Biz sakit oturmuşuq. Baxın. Biz imtahan gedən tərzdə sakit oturmuşuq. Xeyr. Tərcümə edirsiniz bir balaca. İmtahan Baxın. getdiyi üçün biz sakit oturmuşuq. Xeyr. Мы сидим тихо. Biz sakit oturmuşuq. Так как, потому что ilə sinonimdir. Çünki imtahan gedir. Потому что, так как, ибо, от того что bağlayıcı mövzusunu keçəndə deyəcəm. Так как bunun deməli necə izah edeyim sizə? Dediyiniz o müqayisə ilə bir də əlaqəsi yoxdur. Bənzətmə qoşması kimi fikirləşmişdim. Bəli, amma elə deyil. bildim taqqaq ona Xeyr. Taqqaq ümumiyyətlə tərcüməsi çünki deməkdir və bu bir bağlayıcıdır. Потому что ilə sinonim olaraq istifadə olunan bir bağlayıcıdır. Хорошо? Sanki deyil, xeyr. Taqqaq, потому что deyə tərcümə olunur. Çünkidir. Və tərcümə edirəm sizə. Biz sakit oturmuşuq. Çünki imtahan gedir. İndi taqqaq hələ ki qoyaq bir kənara. Çünki mən bağlayıcı mövzusu gələndə bu mövzuya geri dönüş edəcəm sizə. Burada bizim idiot examen, imtahan gedir deyə bir söz birləşməmiz var. Amma imtahanımız ayaq açıb gəzə bilməz deyə biz bunu hansı məna olaraq götürürük? Təbii ki də məcazi məna olaraq götürürük. Правильно? Это какое значение все-таки? Переносное значение. İndi gəlin bir dənə ümumiləşdirək. Qlaqoldur ona görə. Что экзамен, что делает идет. Mən sizə bunu niyə deyirəm? Baxın, təkrarlayıram. Прямое значение həqiqi məna, переносное значение məcazi mənadır. Bu il imtahanda həqiqi və yaxud da məcazi mənadan sual var idi. Və həmin o sual bizə cümlə içərisində yox, adi bizə söz birləşmələri vermişdilər. Və hansı söz birləşmələri həqiqi və yaxud da məcazi mənada istifadə olunur, bizdən onu tələb eləmişdilər. Ola bilər ki, imtahanda həqiqi və yaxud da məcazi mənanı bizdən cümlə içərisində tələb eləsinlər. Əgər cümlə içərisində tələb olunursa, siz həqiqi və yaxud da məcazi mənada bir söz birləşməsi axtarmalısınız da. Düzdür, bütün cümləmiz məcazi mənada ola bilməz ki, orada olan hər hansı bir söz birləşməsi, hər hansı bir söz məcazi mənada istifadə olunur. Ümumiyyətlə, cümlə içərisində həqiqi, məcazi məna tələb olunursa, orada siz həmin bunu isim, sifət, fe'l ismin uzlaşmasında axtarın. Bayaq sizə barxatное платье, barxatный голос
primer olaraq gətirdim. Barxatnaya plati həqiqi mənadır, barxatnaya golos məcazi mənadır. Hal-hazırda isə fe'l və ismin uzlaşmasında göstərdim. İdiot человек это прямое значение, həqiqi məna. İdiot экзамен, идет процесс. Bunlar isə məcazi mənadır. Niyə? Çünki imtahan ayaq açıb gəzə bilmir. Necə deyim? Proses ayaq açıb gəzə bilmir. Aydındır? Правильно? Всё понятно. Nəsə sualınız varsa? Həm də müəllimə, burada icad ekzamen onsuz da belə tərcüməni lap səhv eləsəm də bu icad ekzamen onsuz da elə məcazi də götürmək olar. İndi ona görə də o icad ekzamenində tərcümə etmək üçün bizə bir söz bazası lazımdır da, düzdür? Yoxsa biz təəssüf ki belə bilə bilməliyik axı. Onsuz da azdan çoxdan bizim tərcüməmiz olmalıdır ki, biz orada o sözü götürə bilək. Məndə qrammatika heç yoxdur, amma belə danışmaq, belə birbaşa düşmək də yaxşıyam. Çox gözəl, əslində yaxşı. Bura qədər hər şey aydındır. Nəsə sualınız var? Yoxdur ki? Xeyr, yoxdur. Aldındır. Deməli, ilk olaraq leksikologiya mövzusundan baxmalı olduğunuz nüanslardan biri həqiqi məcazi mənadır. İndi gəlin ikinci olaraq biz sizinlə nəyə baxmalıyıq? Deməli, etona sinonimi və antonimi. Sinonimlər və antonimlər. Bu ildə imtahanda sinonimlərdən sual var idi. İmtahanda deyildi, şeydə var idi. Modeldə 2026-nın modelində sinonimlərdən sual var idi. Və əgər modeldə bizə o sual verilibsə, nəzərə alaq ki, imtahanda da bizim qarşımıza çıxa bilər. Və bu il imtahanda rus dili ümumiyyətlə də bu birinci cəhddə nəzərə alsaq ki, məntiq digər fənlərə baxanda bir balaca çətin olub, yəni uşaqların dediklərinə görə deyirəm, yəni informatika və rus dilindən o qədər şikayətçi deyillər, amma məntiqdən bir balaca şikayətçi idilər ki, çətin idi. Deməli, ikinci cəhddə biraz daha fərqli olacaq. Bu cəhddə böyük ehtimalla ki, rus dili daha biraz çətin leveldə olacaq. Ona görə bizim söz bazasını sizinlə maksimal dərəcədə artırmağımız lazımdır. İndi başlayıram sinonimlərdən və antonimlərdən sual verməyə. Gəlin ilk öncə biraz sinonimlərdən danışaq. Смотрите, mən düşünürəm ki, hal-hazırda bura qoşulan tələbələrdən aramızda sinonimlərin nə olduğunu bilməyənlər yoxdur. Amma mən hər ehtimala qarşı bir dəfə də təkrarlayıram. Sinonimlər yazıda və tələffüzdə bir-birlərindən fərqlənib, mənaca eyni olan sözlərdir. Хорошо, təkrarlayıram. Bir daha yazıda və tələffüzdə bu sözlər bir-birlərindən fərqlənirlər, amma mənaca sinonimlər eynidir. Хорошо, məsəl üçün deyirəm, sizin üçün indi burada sinonim olaraq qeyd eləyəcəm. Tutalım deyirəm, xrabrый deyə bir söz qeyd edirəm sizin üçün. Xrabrый. Tərcüməsini bilən varmı? Кто xrabrый? Cəsur. Cəsur. Məsəl üçün mən bunu sinonim olaraq sizin üçün qeyd eləyə bilərəm. Смелый. Yaza bilərəm отважный. Отважный. Məsəl üçün qeyd edə bilərəm мужественный. Mujestvenный. Видите? 3 dənə sinonim yazdım sizin üçün burada. Bu arada bizdən imtahanda sinonim sualı 2 cürə verilə bilər. Və yaxud da məsəl üçün bizə deyə bilər ki, укажите синонимы, mənə sinonimlər göstərin. Və yaxud da bir balaca fərqli variantda deyə bilər ki, укажите близкие, да. Это кто такая? Kim idi o deyən? Mən. Sən kimsən? Nərgiz. Nərgiz. Это какая Наргиз? Я тебя знаю, Наргиз? Нет. Все хорошо. Вы меня вообще не знаете. Я вас вообще не знаю. Все хорошо, я вас поняла. Да, нет, мы с вами первый раз. Да, хорошо. Значит, синонимы bizim qarşımıza, yəni ki, imtahanda deyirəm. Ya deyəcək ki, укажите синонимы, ya mənə sinonimlər göstər və yaxud da bir balaca fərqli variantda qeyd ediləcək ki, укажите близкие по значению слова. Один из двух, yəni ki, şərtdə ikisindən biri olacaq. İndi məsəl üçün sizə yuxarıda qeyd elədiyim bu sözlər var da. Вот видите, храбрый, смелый, отважный, мужественный. Правильно? Görürsüz? 4 dənə sinonim sırası qeyd eləmişəm sizə. Daha doğrusu sinonim sırası qeyd eləmişəm. 4 dənə sinonim ibarət. Burada qeyd etməli olduğum bir nüans daha var. Yadda saxlayın. Əgər siz hər hansısa bir söz üçün sinonim seçirsinizsə, bu antonimlərə də aid olacaq, amma ora ayrı deyəcəm sizə. Əgər siz hər hansısa bir söz üçün sinonim seçirsinizsə, xanımlar və bəylər, mütləq həmin o sözlərimiz eyni nitq hissəsinə aid olmalıdır. Храбрый, смелый, отважный, мужественный. Sizə qeyd elədiyim bütün sözlərim sifətdir.
Sifət üçün sinonim, antonim seçirsinizsə mütləq sifət olmalıdır. İsim üçün sinonim, antonim seçirsinizsə mütləq isim olmalıdır. Fel üçün seçirsinizsə fel olmalıdır. Bu qızıl qaydadır. Yadda saxlayın. Fərqli nitq hissələri sinonim, antonim ola bilməzlər. Əlavə olaraq söz bazasını isə mən qrupa yollayacağam ki, sinonim və antonimlər hardan oxunulmalıdır, öyrənilməlidir. Хорошо? Aydın olmayan nəsə var? Xeyr, aydındır. Çox gözəl. Bir dənə də antonimlərdən də bir nüans izah edeyim. Eynən bu şəkildə. Baxın, antonim isə bizim qarşımıza, bilirik də antonimlərin nə olduğunu. Черный, белый. Противоположные по значению слова, əks mənalı sözlərdir. Bu da bizim qarşımıza çıxa bilər. Məsəl üçün, mənə deyə bilər ki, укажите антонимы, mənə antonimləri göstər. Və yaxud da deyə bilər ki, укажите противоположные Onda bu da həmçinin antonimləri olan sözlər, ikisi də eyni nitq hissəsi olmalıdır da. Bəli, bəli. Противоположные по значению слова. Хорошо? Понятно? Yəni ki, ya mənə imtahanda yazacaq ki, mənə antonimləri göstər. Yəni açıq şəkildə укажите антонимы. Və yaxud da deyəcək ki, укажите противоположные по значению слова. O da nə deməkdir? Yəni ki, əks mənalı sözləri göstərin. Bayaq sinonimlər üçün dediyim məsələ, yəni nəyi nəzərdə tuturam? O demək ki, sözlərimiz eyni nitq hissəsinə aid olmalıdır. O antonimlər üçün də keçərlidir. Хорошо? Məsəl üçün sizə deyirəm, черный, белый. Правильно? Вот ваши антонимы tutalım deyirəm də. Amma tutalım черный sözünə antonim olaraq belizna, ağartı yazırsa əgər olmaz. Хорошо? Çünki черный sonluq olaraq sifətdir. Amma belizna isimdir. Sifət və isim bir-birinə nə antonim ola bilmir, nə sinonim ola bilmir. Bir daha təkrarlayıram. Bəli, mütləq eyni suala cavab verməlidirlər, eyni nitq hissəsinə aid olmalıdırlar. Qızıl qayda, fərqli nitq hissələri sinonim, antonim ola bilməzlər. Bu aydındır mı hamımıza? Понятно? Все, хорошо. Bir dənə də nüans qeyd edirəm. Normalda siz artıq sinonimləri və antonimləri biraz öyrəndikdən sonra deyirəm mən həmişə bu sözü, bu nüansı. Amma indi artıq vaxtımız az olduğuna görə mən məcbur bütün informasiyanı indi verəcəm. Dərsi də sizin üçün qeyd edirəm, YouTube-a yükləyib göndərəcəm daha sonra. Azərbaycan dilində də elədir, eyni nitq hissəsi olmalıdır. Bəli, Azərbaycan dili qrammatikasında da eyni şəkildədir. Fərqli nitq hissələri sinonim, antonim ola bilmir. Mütləq bunu yadda saxlayın. Sınaqlarda buna aid sual var. Bəli, sual imtahan sınaqlarda buna aid sual var. Mütləq qarşılaşacaqsınız. Sonra deməyin ki, Səbinə xanım demədi. İndi gəlin bir başqa məsələyə, xanımlar və bəylər. Bu deyəcəyim nüansla bağlı da qarşımıza sual çıxa bilər. Mətndə də buna, mətn işlədiyiniz zaman da buna aid sual bizim qarşımıza çıxacaq. Ona görə indi sizə izah verirəm. Aramızda dilçilər varsa əgər, onlar daha yaxşı bilərlər bunun nə olduğunu. Bizim belə bir terminimiz var. Kontekstualные sinoнимы, antonimi. Nədir bunlar? Məsəl üçün deyirəm. Biz bilirik ki, sizinlə hamımız bilirik ki, черный və белый antonimdir. Правильно? Ağ-qara sözü antonimdir. Yəni bunların sizcə hardasa bunlar sinonim olaraq istifadə oluna bilərlər? Bəlkə də hər hansı bir cümlə içərisində, belə çox fərqli bir cümlədə biz черный və белый sözünü sinonim olaraq görə bilərik. Yəni bizim elə sözlərimiz var ki, onlar dildə artıq qəbul olunub ki, bu sözlərimiz sinonimdir, bunlar antonimdir. Düzdür? Razıyıq biz bununla. Hə, люди добрые. Hamımız razıyıq. Bəli. Amma bizim elə sözlərimiz var ki, onlar sadəcə bəlli cümlə içərisində, bəlli mətn içərisində, bəlli kontekst içərisində sinonim və yaxud da antonim olaraq istifadə olunurlar. Amma belə ayrı sinonim və yaxud da antonim deyirlər. İndi məsəl üçün deyirəm, ona primer gətirirəm. Hal-hazırda sizə gətirəcəyim primer kontekstualные sinonimi və yaxud da antonimi mövzusuna aiddir. Yəni ki, söhbət o sinonim və antonimlərdən gedir ki, hansılar ki, bəlli bir cümlə, mətn, söz birləşməsi içərisində sinonim və yaxud da antonim olaraq götürülür, amma ayrı şəkildə deyirlər. Məsəl üçün deyirəm, belə bir cümlə yazım sizə. Daha doğrusu söz birləşməsi qeyd edeyim sonra. Tutalım yazıram. Глухой Starik. Kimdir глухой starik? Necə tərcüməsini deyə bilərsiniz bunun? Глухой starik. Yəni axmaqdan qoca. Eşitməyən qoca. Kar qoca, bəli. Kar qoca. Bəli.
Əslində kar sözünü demək o qədər də düzgün deyilmiş. Bu biraz yaxşı deyil, amma Yəni, tərcümə bunu olaraq eşitməyən. qeyd edirəm. Mən eşitməyən dedim. Bəli də, eşitmə qüsurlu olan, düzdür? Baxın, qluxoy sözünün tərcüməsi olaraq biz bura kar sözünü yazdıq. Hamı bununla razıdır? İndi ikinci olaraq məsəl üçün bu söz birləşməsini qoydum kənara, ikinci bir söz birləşməsinə gəlirəm. Yazıram. Temnaya, komnata. Tərcümə? Çünki Qaranlıq otaq. Qaranlıq otaq. Sağ ol. Bax, burada temnaya sözünün tərcüməsi olaraq biz bura yazdıq qaranlıq. Otaq, düzdür? Qaranlıq otaq. Okey, bununla da hamı razıdır deyə düşünürəm. Düzdür? İndi sizə bir sual verirəm. Kar və qaranlıq. Bax, yuxarıda qluxoy sözü, aşağıda da temnaya sözünü yazmışıq. Sinonimdir bunlar. Xeyr, sinonim deyil. Azərbaycan dilində sinonim deyil. Deyil, Rus ancaq dilində ola bilər. Ay sağ Misal ol. üçün, qluxoyles ya çomneles. Sağ ol. Eyni Ay məna sağ ol. verirlər. Bax, indi mən ayrı şəkildə sizdən soruşdum ki, bax, hətta söz birləşməsinin içərisində də istifadə edir. Dedi ki, qluxoy kar deməkdir. Temne də qaranlıqdır, правильно? Dedi ki, bunlar sinonim deyillər də. Kar hara, qaranlıq hara. Amma mən bu iki dənə sözü, məsəl üçün sizinlə tutam desəm, qluxoy və yaxud da глухой темный переулок. Темный переулок. Переулок döngə deməkdir. Правильно? İndi sizə sual verirəm. Evet. Bax, burada глухой və темный sinonimdirlər. Bilirsiniz niyə? Çünki глухой sözü hal-hazırda məcazi mənada istifadə olunub. Söhbət belə qaranlıq, sakit, hətta bir balaca təhlükəli döngədən gedir. Aydındır? Bax, görürsünüz, bu kontekstdə, bu döngə sözü ilə və yaxud da bayaq qızlarımızdan biri les sözünü dedilər, meşə. Глухой les, темный les. Görürsünüz, bax, bu kontekst içərisində bir məkan bildirən sözlə istifadə olunanda bu iki sözün olmuş olur sinonim. Хорошо? Ayrılıqda sinonim deyillər. Başqa söz birləşmələrində sinonim olaraq istifadə olunmurlar. Lakin hər ikisi elə bir sözlə istifadə oluna bilər ki, bizim qarşımıza sinonim olaraq çıxa bilərlər. Aydındır. İndi mən sizə bunu niyə izah edirəm? Bu aydındır, nədir belə? Təxminən azdan çoxdan məlumatımız oldu. Nədir bu? Yəni ki, elə sözlərimiz var ki, onlar bəlli bir yerdə sinonim ola bilərlər. İndi bu bizə niyə görə lazım? Mən sizə bunu niyə izah edirəm? Bir, təbii ki də sual olaraq da qarşımıza çıxa bilər. İkinci bir nüans olaraq da imtahanda iki mətndən biri, iki mətn suallarından biri mütləq mətndə hər hansı bir söz fərqləndirilir və aşağıdakı suallarda sizdən həmin o sözün mənası tələb olunur. Mənası deyəndə ki, tutalım deyək ki, ya leksik olaraq açıqlamasını ver bu sözün, ya sinonimini tap, ya antonimini tap. Ümumiyyətlə deyirəm, əgər mətndə hər hansı bir söz fərqləndirilibsə və aşağıda sizdən onun mənası tələb olunursa, mütləq siz mətndə o sözü bir dəfə oxumalısınız. Baxmalısınız ki, burada bu söz hansı mənada istifadə olunub. Ona uyğun olaraq da aşağıda ona cavab verməlisiniz. Sırf bu nüansa görə. Çünki rus dili çox zəngin dildir bu baxımdan və bir söz görürsüz, kar sözünü gətirib hansı mənada istifadə ediblər. Sübut eləyirəm də sizə hal-hazırda. Ona görə əgər bizdən hər hansı bir sözün mənası tələb olunursa, mütləq o söz mətndə oxunulmalıdır, mənası aydınlaşdırılmalıdır, ancaq ondan sonra aşağıda siz ona cavab verməlisiniz. Yaxşı, aydındır, niyə? Çünki milyon dənə fərqli mənada istifadə. Görürsüz, глухой sözünün tərcüməsini biz kar olaraq bilirik, hamımız, düzdür? Burada olan 14-15 nəfərin hamı глухой sözünü kar olaraq bilir. İndi tutalım deyirəm, bizə amma o söz переулок sözü ilə istifadə olunmuş olsaydı, les sözü ilə mətndə istifadə olunsa, biz də aşağıda глухой sözünü kar olaraq götürsək, sizcə bizim cavabımız düzgün olacaq? Xeyr, olmayacaq. Deyəcək ki, mətnə aid olaraq deyil. Ona görə mütləq bu dediyimi yadda saxlayırsınız. Aydındırmı hamıya? Hə, xanımlar, bəylər. Всем понятно?
Bunu başa düşdük müəllimə. Görəsən mətndə də indi tapa bilərik biz bunları. Gəlin onda Tapacaqsınız. çoxlu öyrənməkdə. Bəli, ona görə bir deyirəm söz ki, məsələn bir çox mənalarını bilmək lazımdır. ona görə Əsas deyirəm məna ki, sözlərin gərək tərcüməsini bilək də biz, yəni necə işləmək. obязательно. Bir də mən düşünürəm ki, əgər mətni azdan çoxdan anlamış olsaq, məsəl üçün deyirəm ki, kar sözünü ayda götürmüş olsaq, mətni biz ən azından deyirəm, oxuyanda bir 30-40%-ni ən azından öyrənə bilirik ki, söhbət orada nədən gedir, uzlaşdırırıq, tapırıq da və o inanın ki, praktika ilə gələn bir məsələdir də. Yəni sadəcə belə alınmır. Durum mən də burdakı ingilis dilində hər hansı bir mətni oxuyum, təbii ki də əvvəlki qədər yaxşı cavab verə bilməyəcəm. Çünki unutduğum nüanslar var, bilmədiyim şeylər var. Amma o praktika ilə zaman-zaman gözünüz görəcək, öyrənəcəksiniz, aydındır. Ona görə nəzərə alın ki, söz bazası mütləq və mütləq artırılmalıdır. Ona görə mətn işlədiyiniz zaman mütləq bilmədiyiniz sözləri qeyd eləyirsiniz, öyrənirsiniz. Хорошо? Yəni heç bir sınağı tərcüməsiz öyrənməyin, oxumayın. Demirəm da burdan tərcümə edin, orada mənə cavab yazın, gətirin. Xeyr. Mən heç testi də elə işləməyə uşaqlara icazə vermirəm. İndi biz yavaş-yavaş testləri işləyəndə siz özünüz də görəcəksiniz ki, mən məsəl üçün fərqli-fərqli testlər atacağam sizə. Ki məsəl üçün bu test bu həftə ərzində işlənib bitməlidir. Bunun başqa variantı yoxdur. Elə uşaqlarım var idilər ki, doğrudan görürdüm ki, götürürdülər. Bütün testdə məsəl üçün deyirəm 10 dənə testi götürürdülər, tərcümə eləyib sözləri yazırdılar, öyrənirdilər. Gedirdilər, gəlirdilər, elə oturub işləyirdilər. Yəni ki, praktika məqsədi ilə də söz öyrənirdilər. Eləsi də var ki, görəm ki, buradan Google-a atır, tərcümə edir, oradan mənə cavab yazır, gətirir. Elə ki, köçürür, gətirir. Mən ona görə sizə deyirəm ki, öncədən söz bazası çox önəmlidir və bu 2 ay ərzində biz onu bildiyiniz bir level yuxarı qaldırmalıyıq. Advanced sözlər daha çox düşür. Ümumiyyətlə dil bizə A2, B1 səviyyəsində düşür. Aydındır. Onu nəzərə alın və imtahanı yaxşı yazmaq istəyiriksə, doğrudan yaxşı nəticə əldə etmək istəyiriksə, biz bu 2 ay ərzində o söz bazamızı maksimal dərəcədə çoxaltmalıyıq. Mən qrammatika tərəfinizi düzəldə bilərəm, mətnləri daha yaxşı necə işləyə bilərsiniz, yön verə bilərəm sizə. Amma təəssüf ki, söz bazanızı mən gəlib sizin yerinizə artıra bilmirəm. Mən sizə ancaq material verə bilərəm. Ona görə xahiş edirəm, cavabdeh şəkildə, məsuliyyətli şəkildə yanaşın bu işə. Bura qədər aydın olmayan nəsə var? Xeyr, yoxdur. Yoxdur, xaraş, əla. Bu da əgər hamıya aydındırsa, bunu belə. Elə o mənasını da bilir. Bəli. Deməli, xanımlar və bəylər, hal-hazırda leksikologiyanın ən çətin nüansını izah edirəm sizə. Paronimlərdən danışırıq. Paronimlər yazıda və tələffüzdə bir-birlərinə çox oxşuyub, altından xətt çəkirəm. Eyni deyil, amonim deyillər. Sadəcə bir-birlərinə çox oxşuyub, mənaca fərqlənən sözlərdir. Mən sizə paronim dediyim zaman sizin ağlınıza məsəl üçün deyirəm, indi tutalım ki, yadınızdan çıxıb da paronim nədir? Vəbşə bu nə mövzuydu? Müəllimə dedi, ağlımıza gəldi. Kontingent var, bir də var kontingent. Kontingent. Bayaq qızım sən dediyin cavab var ha. Bax o bunun açıqlamasıdır. Baxın, 2 dənə söz qeyd etmişəm. Burada yazmışam kontingent, aşağıda qeyd etmişəm kontingent. Bu sözlər bir-birindən bax, cəmi bir hərflə fərqlənirlər. Düzdür, burada q hərfi yoxdur, aşağıda q hərfi var. Görürsünüz, bu sözlər həm yazıda, həm tələffüzdə bir-birlərinə çox oxşuyurlar. Razısınız mənimlə? Nə ilə fərqlənirlər? Bir hərflə. Təkrarlayıram, yazıda və tələffüzdə bir-birlərindən bir neçə hərflə fərqlənən, mənaca fərqli olan sözlərə biz deyirik paronim. Və yaxud da tutalım, eskalator var və ekskavator var. Eskalator nədir? Metroda bildiyimiz o yürüyən pilləkənlər. Ekskavator nədir? Bildiyimiz o böyük buldozer maşın. Düzdür? Görürsünüz, bu sözlərin arasında yazıda və tələffüzdə onlar bir-birlərinə çox oxşuyurlar. Amma məna olaraq fərqli sözlərdir. Və yaxud da bu il imtahanda düşən sözlərdən indi birinci cəhddə iştirak edən tələbələrimiz bilərlər. Var abonent. Kimdir abonent? Abunəçi. Şəxs. Düzdür? Bir də var abonement. Nədir abonement? Yəni bilet kimi, nə bilim. Bəli, üzvlük kartı. Bax, bu abunəçidir, şəxsdir. Bu üzvlük kartıdır. Bax, görürsünüz, adi bayaq qızım soruşdum sizdən kontingent nədir? Qızlardan biri cavab verdi, insanların toplusu. Bax, görürsünüz, səhv dedik də biz onu. İndi qızın səhvini tutmaq mənasında demirəm. Ümumiyyətlə deyirəm, görürsünüz, səhv dedik. Bax, elə
imtahanda da həmin elə səhv olaraq düşmüşdü. Bizim sizinlə imtahanda bütünlük belə bir sualımız olacaq nitq səhvi ilə bağlı. Götürürsə cümlənin içərisində paronimi səhv istifadə edir. Məsəl üçün bu il imtahanda cümlə içərisində götürüb qeyd eləmişdi. Götürüb qeyd eləmişdi. Ekranı görürsüz xanımlar, bəylər. Bəli, Müəllimə görürük. Bəli. Götürüb imtahanda yazmışdılar. Nitq səhvi olaraq qadavoy abonent. Qadavoy nədir? İllik. Düzdür? Xanımlar, bəylər, düzdür? İllik abonəçi. İllik abonəçi olmur. Bax, burada qadavoy abonent yox, olmalıydı qadavoy abonement. İllik abunəçi ola bilməz. Bir abunəçi necə illik ola bilər? Amma illik üzvlük kartı ola bilər də, düzdür? Məsəl üçün deyirəm, sən bir illik hər hansı bir zal, fitness zala qeyd olunmuş ola bilərsən, baseynə qeyd olunmuş ola bilərsən, teatra qeyd olunmuş ola bilərsən. Götürüb illik sözü olaraq, illik sözünü götürüb abonent sözü ilə istifadə edib və səhv olmuşdu, səhv istifadə etmişdi. Eləməliydi qadavoy abonement. Abonement. Görürsünüz? İndi mən nitq səhvini nəzərdə tutanda bunu deyirəm ki, abonement. Bizim imtahanda sizinlə bir mövzumuz var, nitq səhvi ilə bağlı. Və orada paronimin səhv istifadəsi də yadda saxlayın, nitq səhvidir. Məsəl üçün, bir dənə kolleqam var idi, o səhv istifadə eləmişdi. Məktəbə getmişdim, qayıdıb mənə demək istəyir ki, buradakı uşaqlar zəifdir. Demək yerinə ki, здесь слабый контингент, uşaqları nəzərdə tutur, deyir ki, bu uşaqların toplusu zəifdir. Qayıdır deyir, здесь слабый контингент. Bax, paronimin səhv istifadəsi nədir? Nitq səhvi. Nitq səhvi də rusca nədir? Rечевая ошибка. Bu ildə imtahanda var idi. Bundan öncəki ildə imtahanda var idi. Böyük ehtimalla ki, bu cəhddə qarşımızda çıxacaq. Yadda saxlayırıq. Nitq səhvlərindən biri paronimin səhv istifadəsidir. Bura qədər aydın olmayan nəsə var? Hə? Bəli, paronim ilə rusca paronim yazılır. Bəli, elə paronim də qeyd olunur. Belə paronim. Хорошо? İndi məsələ odur ki, paronim bizim qarşımıza, yəni deyə bilərsiniz ki, Sabina xanım, sərdən deyirsiniz çətin. Baxın, buranın harası çətindir. Biz hamımız abonent, abonement, kontingent, eskalator, ekskavator, nə bilim, diplomat. Bunların fərqini bilirik. Axı burada çətin nə var? Məsələ odur ki, bu bizim qarşımıza sadəcə isim olaraq yox, sifət olaraq da çıxa bilər. Yəni siz artıq bir magistr tələbəsi olaraq rusca bilməlisiniz ki, tutalım. Каменный və каменистый. Bunların fərqi nədir? Bilirik bunların fərqi nədir? Каменный var, каменистый var. Kamenli daşdan delə. Və bu daşdan hazırlanmışdı. Məsəl üçün mən deyirəm каменный dom. Nə deməkdir каменный dom? Material mənasında. Bəli, daşdan hazırlanmış ev. Daşlıqdır. Bəli, bax daşdan hazırlanmış ev olacaq каменный. Məsəl üçün qızın da dediyi kimi qoyun yazım каменистый путь. Put yol deməkdir. Daşlı yol deyirsənsə olmalıdır каменистый. Burada olan bu ist şəkilçisi var. İndi onları da sizə ayrı bir dəfə izah edəcəm. Baxın каменистый ist şəkilçisi. Ümumiyyətlə paronimdə bu ist şəkilçisini görürsə tutalım deyirəm ki, baxın belə bir söz yazım sizə. Sifətə çevirir müəllimə orada isim sifətləşmiş olur. Yox, niyə? İsim sifətləşmiş olur. Kamin sözündən götürülüb ümumiyyətlə. Daş olurdu o. Kamenisti olanda artıq olur daşlı olur ona görə. Olur, bəli. Bax bu birinci daşdan hazırlanmışdı, bu da olur daşlı. Хорошо? Ümumiyyətlə yadda saxlayın. Bax bu ist şəkilçisi var ya sözdə. Baxın каменистый, болотистый və yaxud da глинистый. Nədir glina? Gil. Baxın bu ist şəkilçisi çoxluğu bildirir. Каменистый путь daşlı yol. Болотистый лес çoxlu bataqlığı olan meşə. Глинистый берег gili çox olan sahil. Yəni ki, bu ist şəkilçisi nəyi bildirir mənə? Çoxluğu bildirir. Bax, şəkilçilərdən də yadda saxlaya bilərsiniz. O şəkilçiləri də mən onsuz da ayrı şəkildə də sizə izah edəcəm. Siz biraz paronimi öyrənəndən sonra hələ yox. İndi bunu desəm paronimi öyrənməyəcəksiniz. Ona görə yadda saxlayırıq ki, paronim ümumiyyətlə nədir? Yazıda və tələffüzdə bir-birlərinə çox oxşuyub, mənaca fərqli olan sözlərdir.
Qarşımıza həm isim, həm sifət kimi çıxa bilər. Məsəl üçün bu vaxta qədər daha çox sifət kimi çıxırdı. Məsəl üçün bu il imtahanda isim kimi də var idi. Və mən biz uşaqlarla o paronimə baxmışdıq. Ona görə çoxsu o sual düzgün cavab yazıb ki, bilib ki, məsəl üçün qadavoy abonent olmur. Qadavoy abonement olmalıdır. Ona görə düzgün yazmışdılar. Paronimlər kitabda qeyd olunub. Hardasa 200-ə yaxın paronimlər var. Hələ imtahanda bu vaxta qədər mənim ora yazdığım paronimlərdən fərqli bir paronim də düşməyib imtahanda. Ona görə onlar mütləq öyrənilməlidir. Tərcümə ilə birlikdə kitabda qeyd eləmişəm 3 sütun formasındadır. İndi izah eləyəcəm onlar da necə öyrənilməlidir. Kitabdan deyəcəm sizə. Mütləq elə bu gündən artıq paronim öyrənilməyə başlanılmalıdır. Nəzərə alınsın 200 dənə paronimi öyrənməyə maksimum yarım ay vaxtınız var. Yəni 2-3 həftə vaxtınız var. Çünki 2-3 həftənin sonunda mən quiz yazdıracağam sizə paronimlərdən və o quiz çox kömək olacaq sizə ümumləşdirmək üçün. Biraz paronimləri öyrənəndən sonra sizə bəzi nüansları deyəcəm ki, hansılar ki sizə kömək olacaqlar ki, imtahanda onları qarışdırmayasınız. Amma o nüansları da mən sizə paronimləri öyrənmədən deyə bilmərəm. Ona görə məsəl üçün baxın bu şəkilçilər kimi bəzi şəkilçiləri göstərəcəm ki, tutalım ki, sözün içərisində bu şəkilçini gördünsə, bu paronim hansı mənada istifadə oluna bilər, hansı mənası var, nəyi bildirir, nə ilə istifadə olunur və s. Bunları da sizə ayrı bir şəkildə göstərəcəm. Bu da aydındırmı? Xanımlar, bəylər. Всё понятно? Есть какие-то вопросы? Всё. Yəni ki, bu arada bu paronim bizə bir də nitq səhvi olaraq düşə bilər. Nitq səhvi də bayaqsa dedim də, tutalım deyirəm. Hər hansısa bir yerdə paronimin səhv istifadəsi, məsəl üçün bu ildə imtahanda eynən nitq səhvi olaraq düşmüşdü. Paronimin səhv istifadəsi bir nitq səhvidir. Ona görə yadda saxlayın. Хорошо? Понятно? Yəni iki mövzuda bu bizim qabağımıza çıxa bilər. Bəli, müəllim. Bəli. Burada nitq səhv olan yerdə biraz tam başa düşmədim. Yəni o deməkdir ki, sözü yerində düzgün işlətmir də. Məsələn, əsr söz yerinə əsir istifadə edib, biz onu görürük ki, səhv yazılıb, eləmi? Bəli. Yəni ki, paronim məsəl üçün cümlə içərisində tutalım deyirəm. Qütb sözünü nəzərdə tutub kontinent yazmalıdır. Tutalım, coğrafiyadan nəsə danışır. Qütb sözünü nəzərdə tutub kontinent yazmalıdır. Götürür kontinent yerinə yazır kontingent. Görürsən paronimi səhv istifadə edir. Yenə də tərcüməni bilsək rahat olar. Yəni paronimi öyrənmiş olsaz, xeyr, məsəl üçün mənim bu il imtahanda rus dili bir rəfiqəm iştirak eləyib. Mənim öz yaxın rəfiqəmdir və rus dilini ana dili kimi səlis bilir. Bütün sualları düzgün yazıb, bir dənə o nitq səhvindən başqa. Bilirsiniz niyə? Deyir, fikir vermədim. Biri var, bilmirəm. Məsəl üçün bilmirəm ki, bu belə istifadə olunmalıdır. Bir də var ki, deyirsən, baxdım, sualdır. Sualda məndən nə tələb olunur? Mən bu səhvi harda axtarmalıyam? Nitq səhvi ümumiyyətlə nədir? İndi dilçi deyil də. Deyir, mən ümumiyyətlə bilmədim ki, mən bu cümlədə səhvi nədə axtarmalıyam? Nitq səhvi nədir ümumiyyətlə? Halbuki rus dilini ana dili kimi bilir. Amma mənim rus dilini ana dili kimi bilməyən tələbələrim gedib o sualın çoxsunu düz yazmışlar. Niyə? Çünki mən onlara demişdim nitq səhvini harda axtarmaq lazımdır. Aydındır? 20 sualdan 19 dənə qız düz yazıb, bir dənə səhvi onu deyib. Çünki deyir, mən sualı başa düşmədim. Deyir, mənə deyir ki, nitq səhvini göstər. Nitq səhvi nədir? Sonra deyirəm ki, qadavoy abonent məsəl üçün düzdür. Deyir, yox, düz deyil. Deyir, fikir verməmişəm. Bilməmişəm məndən nə tələb olunur. Ona görə yadda saxlayın. Sadəcə tərcümə deyil və sadəcə dil deyil. Burada belə nüanslar da var. Siz suallarla tanış olmalısınız. Aydındır? Rus dilini mükəmməl şəkildə bilib, gedib imtahanda ilk dəfə bu tip suallarla tanış olan heç kim %100 yazıb çıxa bilməz imtahandan. Niyə? Çünki sual forması ilə tanış deyilsən. Səndən nə tələb olunur, onu bilmək lazımdır mütləq. Хорошо? Bu nüanslar olmasa çox çətindir imtahan əslində. Хорошо? Понятно? Ona görə onlardan bir addım qabaqdasınız. Çünki bilirsiniz ki, sizdən nə tələb olunur. Paronim haqqında sualınız var nəsə? Biz bu mövzuya yenə geri dönüş eləyəcəyik. Sadəcə ümumi bir məlumat vermək istədim. Aydındır hər şey uşaqlar? Da. Все, хорошо, понятно.